Salam əziz izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugünkü videomda yumuşaq, çox dadlı tortun hazırlanmasını sizinlə paylaşıram. Bayram süfrəsinə yaraşan biskvitli, şokoladlı, çox ləzzətli bir tort reseptidir. Fərqli kremlə hazırlayıram, çox da gözəl alınır. İndi keçək tortun hazırlanma qaydasına. Əvvəlcə biskviti hazırlayıram. Biskvit üçün ərzaq qabına 5 ədəd sındırdığım yumurtanı əlavə edirəm. Üzərinə bir çümlük tuz töküb mikserlə qarışdırıram. Yumurtanın üstündə köpüklər əmələ gələnə qədər mikserlə çırpıram. Biskvit üçün 200 ml stəkanla 1 stəkan şəkər tozu götürmüşəm. Şəkər tozunun hamısını birdən əlavə eləmirəm. Hissə-hissə 2 dəfədən əlavə edib mikserlə qarışdırıram. Şəkər tozu ilə yumurtanı mikserlə 3-4 dəqiqə tam ağarıb, həcmi 2 dəfə artana qədər yaxşı-yaxşı qarışdırıram. Biskviti bişirərkən yumurtalar kiçik ölçülü olduğu üçün mən 5 ədəd sındırdım. Amma əgər sizdə iri ölçülü olarsa, onda elə 4 ədəd yumurta da bəs eləyər. Yumurtalı qarışımın əgər izi qalırsa, deməli, yaxşı qarışıb, onda biskvit də çox yaxşı alınır. Ələyə 200 ml stəkanla bir dolu təpələmə stəkan un tökürəm. Üzərinə 1 çay qaşığı qabartma tozu, 1 paket 5 qram da vanil əlavə edirəm. Un qarışımını hissə-hissə ələkdən keçirdib spatula ilə qarışdırıram. Un qarışımı tam bitənə qədər əlavə edib qarışdırıram. Videolarımda həmişə qeyd edirəm. Unun çəkisi növünə, bir də yumurtanın ölçüsünə görə dəyişə bilər. Mən 1 xörək qaşığı un yenə əlavə elədim. Ümumilikdə 1 stəkan, bir də 1 xörək qaşığı un istifadə elədim. Hamısını ələkdən keçirdib qarışdırıram. Belə gördüyünüz kimi havalı bir xəmir alınır. Biskviti bişirəcəyim formanın içərisini yan tərəflərinə yağlı kağız sərmişəm. Hazır xəmirin hamısını formaya boşaldıram. Onu da qeyd edeyim ki, istifadə elədiyim formanın diametri 24 cm-dir. Taxta çöplə xəmirin içində dairələr çəkirəm. Xəmir yaxşı yayılır, bir də havası çıxır. 2-3 dəfə də masaya çırpıb havasını çıxardandan sonra 180 dərəcəlik sobada 30-35 dəqiqə bişirirəm. Bu arada biskvit pişənə qədər kremi hazırlayıram. Krem pişmiş kremdir, amma fərqli şəkildə hazırlanır. Əvvəlcə quru ərzaqları qarışdırıram. Qazancıya 5 xörək qaşığı şəkər tozu, 2 xörək qaşığı da un əlavə edib qarışdırıram. Qarışdırandan sonra üzərinə 200 ml stəkanla 1 stəkan süd əlavə edirəm. Südlə də bir yerdə yaxşı-yaxşı qarışdırıram ki, un topak şəklində qalmasın. Qarışdırandan sonra qaza qoyub krem hazır olana qədər bişirirəm. Əlimi çəkmədən qarışdırıram. Artıq qatlaşmağa başlayanda götürdüyüm 1 paket şəkərli vanili əlavə eləyib, vanillə bir yerdə də əlimi çəkmədən qarışdırıram. Kremi bişirərkən qazanın dibi nə qədər qalın olarsa, daha yaxşı olar, onda qazanın dibi vurmaz. Artıq krem göz-göz qaynamağa başlayanda unun yaxşı pişməsi üçün 1 dəqiqədə qarışdıraraq bişirirəm. Götürdüyüm 300 qram qatlaşmış südü də qazana əlavə eləyirəm. Südü də əlavə eləyəndən sonra qarışdırıram. Artıq qaynara düşəndə bir 10-15 saniyədə südlə bir yerdə qaynadıb, qazı söndürüb ocaqdan götürürəm. Başqa bir qaba boşaltmıram, elə bişirdiyim qazanda üstündə örtmürəm, ara sıra qarışdırıram, qoyuram qalır, krem tam soyuyur. Biskvit artıq bişib sobadan çıxartmışam, qəlibdən də çıxardıram. Altı, üstü çox yaxşı bişib, çox yaxşı qabarıb. Çox gözəl, yumuşaq bir biskvit alınıb. Çərçivənin üstünə çevirirəm, qoyuram qalır, tam soyuyur.
Biskvit soğuyana qədər kremi hazırlayıram. Krem üçün 250 qram otaq temperaturunda yumşalmış kərə yağı götürmüşəm. Kərə yağını mikserlə yaxşı-yaxşı çırpıram. Yağ tam ağarana qədər mikserlə yaxşı-yaxşı qarışdırıram. Bişmiş kremim demək olar ki, tamam soğuyub. Kremdən hissə-hissə yağın üstünə əlavə edib mikserlə qarışdırıram. Bişmiş krem tam bitənə qədər hissə-hissə yağın üstünə əlavə edib mikserlə yaxşı-yaxşı qarışdırıram. Belə gördüyünüz kimi çox gözəl, fərqli, plomber dadında ləzzətli bir krem alındı. Hazır kremi qoyuram soyuducuya. Bu arada biskviti kəsirəm. Tortu istəyə görə 2 qat, 3 qat hazırlamaq olar. Mən 3 qat hazırlayıram. Ona görə biskviti 3 yerə bölürəm. Biskviti isti-isti çərçivənin üstünə çevirdiyim üçün çərçivənin şəkli düşüb, belə bir gözəl görünüş alınıb. Biskviti də kəsəndən sonra keçirəm tortu yığmağa. Biskvit çox yumuşaq olduğu üçün biskviti nəmləndirmirəm. Elə hazırladığım kremdən biskvitin üstünə əlavə edib hər yerinə yayıram. Kremi yayandan sonra zövqə görə tortun arasına meyvə də doğramaq olar, qoz ləpəsi də səpmək olar. Bugünkü tortda mən şokolad yağından istifadə edəcəm. Şokolad yağını sıxma torbasına yığmışam. Kremin üstündən şokolad yağı əlavə edirəm. Siz öz zövqünüzə görə istədiyiniz əlavələri eləyə bilərsiniz. İkinci biskviti qoyub, onu da üzərinə yenə krem əlavə edib, hər yerinə krem çəkirəm. Yenə eyni qaydada şokolad yağından, sıxma torbasından kremin üstündən əlavə edirəm. Üçüncü biskviti qoyuram. Sonuncu biskvitin də üstünü, yanını qalan kremlə örtürəm. Tort üçün istifadə elədiyim ərzaqların ölçülərini videomun açıqlama bölümündə də qeyd eləmişəm. Oradan da baxa bilərsiniz. Kremi çəkəndən sonra tortu bir 15 dəqiqəliyə soyuducuya qoyuram. Özün tutsun, sonra üstün bəzəyirəm. Fərqli olması üçün kremdən 2 xörək qaşığı qədər saxlamışam. Üzərinə bir dolu çay qaşığı bişmiş qatlaşmış süd əlavə edib mikserdən qarışdırıram. Krem çox yaxşı kremdir. Qida boyası da əlavə edib istənilən rəngi vermək olar. Mən sadəcə bir çay qaşığı bişmiş qatlaşmış süd əlavə edib mikserdən qarışdırıram. Belə gözəl bir rəngli krem alınır. Hazırladığım kremlə də tortun üstünü, yanlarını bəzəyirəm. Siz öz zövqünüzə görə tortun üstünü bəzəyə bilərsiniz. Sonda tortun üstünə şokolad yağından əlavə edirəm. Yan hissələrinə damcı şəklində əlavə edirəm. Orta hissəsinə də biraz iri şəkildə şokolad yağından əlavə edirəm. Orta hissədə olan şokolad yağını çöp yardımı ilə ortadan kənarlara doğru çəkərək belə bir görünüş verirəm. Belə fərqli bir görünüş alınır. Tortu bu qaydada hazırlayandan sonra qoyuram soyuducuya. 1-2 saat qaldıqdan sonra artıq kəsib çay süfrəsinə vermək olar. Asan hazırlanan çox dadlı bir tort reseptidir. Özəl günlərdə, bayram günlərində hazırlaya biləcəyiniz çox asan, dadlı, yumuşaq, şokoladlı, biskvitli bir tort reseptidir. Siz də hazırlayın, əminəm çox xoşunuza gələcək. Hazırlayacaq olan hər kəsə öncədən nuş olsun deyirəm. Videomu izlədiyiniz üçün sizə öz təşəkkürümü bildirirəm. Əgər bu videomda sizin üçün faydalı oldusa, izlədikdən sonra bəyən düyməsini basmağı, dostlarınızla paylaşmağı, şərh bölümündə öz fikirlərinizi mənimlə bölüşməyi unutmayın.
Sağ olun, yeni videolarda görüşənədək.